Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Hər bir müsəlman qardaşlar məsuliyyət daşıyır yaşadığı cəmiyyətdə, yaşadığı çevrədə. Və müsəlmanların yaşadığı çevrələrə qarşı məsuliyyətləri müəyyən dərəcələrə bölünür, müəyyən mərtəbələrə bölünür. Məsələ, bir elm tələbəsinin yaşadığı cəmiyyətdə məsuliyyəti elm tələbəsi olmayanın məsuliyyətindən daha çoxdur. Amma bu o demək deyil ki, sahədə sadəcə elm tələbələri dəvətlə məşğul olmalıdır. Başqalarının dindən danışmağa haqqı yoxdur. Bu o mənada deyil, qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Bəlliğu anni vələv əyə, məndən bir ayə olsa belə insanlara çatdırın. Bu o deməkdir ki, hər kəs dəvətçi ola bilər. Amma şərti nədir? Sadəcə bildiyini danışacaqsan. Səni aşan məsələlərə, sənə aid olmayan məsələlərə sən girməyəcəksin. Çünki sən o zaman islahdan çox fəsad eləyəcəksən. Amma bildiyini təbliğ etmək sənin üçün çox faydalıdır. Və bu baxımdan, qardaşlar, elm tələbələri ümumiyyətlə, elm tələbələrinin özü də mərhələlərə bölünür, səviyyələrə bölünür. Hamı eyni səviyyədə deyil. Kimisi az bilir, kimisi çox bilir. Kimisi hikmətlidir dəvətində, kimisi hikmətsizdir. Önəmli olan nədir? Ümumiyyətlə, bir müsəlman cəmiyyəti olaraq bəzi şeylərə fikir verməmiz lazımdır. Və xüsusən də elm tələbələri bu məsələlərə daha önəm verməlidir. Elm tələbəsi ümumiyyətlə və yaxud da bir dəvətçi ümumiyyətlə bir neçə sifətə sahib olmalıdır. Yəni, özünü bu sifətləri qazanmaq üçün islah eləməlidir. Yəni, ilk öncə özünü, sonra başqalarını. Amma ola bilər ki, sən nəyisə bilirsən, öyrənmişsən, əlif, bə, tə, sə və yaxud da öyrənmişsən bir neçə hədis, bir neçə ayə və yaxud da oxumuşsan, institut qutarmışsan, universitet qutarmışsan, bəlkə də magistra oxumuşsan, doktorantur oxumuşsan. Amma ola bilsin, sən elm tələbəsinin sifətini daşımırsan. Ola bilsin ki, səndə xələl var. Əgər sənin sifətində bir dəvətçi kimi, bir elm tələbəsi kimi naqislik və xələl olarsa, sən başarılı olmayacaqsan çox ehtimal. Bunlardan birincisi nədir, qardaşlar? Elm adamı, dəvətçi insan mütləq yaşadığı cəmiyyətdə və hər yerdə nümunəvi bir insan olmalıdır. Örnək olmalıdır cəmaata. Siz düşünün, bir adam gəlir sizə cənnətdən danışır, cəhənnəmdən danışır, yəni cənnətə salan əməllər etməlidir və cəhənnəmə salan əməllərdən qaçmalıdır. Amma baxırsan ki, bu adam nə cəmaat namazı var, nə salih əməllərlə məşğuldur, nə haramlardan qaçır. Sən belə insanı özünə nümunə tuta bilərsənmi? Sual verirəm də. Biz onları özümüzə nümunə tuta bilməzik. Nəyə görə? Çünki sən bir şeyi dəvət edirsənsə, sən bir şeyə çağırırsansa, gərək sən ilk əməl edənlərdən olasan. Şərik qoşan insanı Allaha necə tövhidə çağıra bilər? Götürə bilərik biz ondan tövhidi? Və yaxud da bir insan danışır zinanın haram olmağından, bir insan danışır naməhrəmlərdən uzaq qalmaqdan, özü də gedir naməhrəmlərlə oturub durur, qadınlarla oturub durur, nə bilim, hər hoqqadan çıxır. Biz belə insanı özümüzə örnək götürə bilərikmi? Elm tələbəsi olsun, isbal geyinsin, topuqdan aşağı üzünü başını qırxsın, sonra gəlsin cənnətdən, cəhənnəmdən danışsın, heç bir təzyiq olmadan etsin yəni bunları. O bizə nümunə ola bilərmi? Nümunə ola bilməz. Qorxaq, yaltaqdan elm tələbəsi ola bilərmi? Qorxaq, yaltaq, satqın, bunlardan elm tələbəsi ola bilərmi?
Bundan kişi ola bilməz, nəinki elm tələbəsi. İkinci sifət nədir qardaşlar? Qəlbi sağlam olmalıdır. Elm tələbəsinin, dəvətçinin qəlbi sağlam olmalıdır. Kin olmamalıdır qəlbində. Ona qarşı kin, buna qarşı küdrət, buna qarşı nifrət, ona qarşı buğz etmək. Yəni bir cəmiyyətdə olan dəvətçi bu cürdürsə, o həmişə fəsad törədir. Qardaşları parçalayır həmişə. Millətin arasında nifaq soxur həmişə. Həmişə hizbiçiliyə çalışır, özünə qrupla toplamağa çalışır. Ona müxalif olan hər kəsi pis adlarla ləqəbləndirir. Dəvətçinin, elm tələbəsinin ən önəmli sifətlərindən biri nədir? Sağlam qəlbə sahib olmalıdır. Rasulullah sallallahu aleyhi ve sellem bütün müsəlmanları çəkindirir ki, kinli olmayın, həsəd etməyin, paxıllıq etməyin, insanlara iftira atmayın, yalan danışmayın, böhtən atmayın, qeybət eləməyin, nəmmamlıq eləməyin. Bunların hamısı qəlbin, bu şeylərdən uzaq olmağın hamısı qəlbin sağlamlığına dəlalət edir. Təəssüflər olsun qardaşlar, bəzi dəvətçilər var, yəni kiminsə haqqında nəsə pis məlumat danışmaq, kiminsə gözdən salmaq, kimdənsə nifrət etdirmək, onlar üçün halva yemək, semiçka yemək kimi, su içmək kimi asan bir şeydir. Ona görə biz danışılanlara baxmayacaq, əməllərə baxacaq. Sən çıx yine xütbədə ağla, yine artistlik elə, nə bilim, otu belə danış, elə danış. Bu şeylərə baxmayacaq, biz əmələ baxacaq. Sən danışdığın şeydə əməldə, yəni danışdığın şeyin əməlinə gəldikdə harasındasan? Nə var ki, kameranın qabağında oturub danışasan, çıxıb xütbə verəsən? Nə var ki, cəmaatın içində özünü yaxşı aparmağa? Amma çevrəyin içində necəsən sən? Yaxınların içində necəsən? Sən salih insansan. Qəlbi sağlam insansan. Yoxsa özündən başqa kimisə bəyənmirsən? Yoxsa yaxşı olan sadəcə sənsən? Yoxsa elm tələbəsi sadəcə sənsən? Yoxsa şeyx sadəcə sənsən? Buna taqassi deyirlər. Ərəbin taqassi. Yəni sadəcə özü və ətrafı, başqa heç kəs. Ona görə qardaşlar, mütləq və mütləq sağlam qəlb sahibi olmalıdır elm tələbəsi. Üçüncü sifət, elm tələbəsi hilmlə vəsf olunmalıdır. Hilm nədir? Hilm qardaşlar, dəvətdə hikmətdir. Hilm dəvətdə hikmətdir. Bir şey öz yerinə qoymaq. Bu kitabçanı mən aparıb çörək qazanının içinə qoysam, mən bu əməlimi bəyənərsinizmi? Mən ayaqqabını gətirib məsciddə kitablar yığılan yerə qoysam, bəyənərsinizmi? Niyə? Çünki hikmətsizlik eləyir. Ona görə elm tələbəsində də hikmət olmalıdır. Ətrafındakı xətakarların islahında hikmətli olmalıdır. Bugün insanları ləkələmək, insanları damğalamaq, onları peçatlamaq çox asan şeydir. Bir xata eləyəndə ona bir ad taxmaq asan şeydir, amma bu həll deyil. Bu həll deyil. Həll odur ki, o xətakarı sən döndərə biləsən. O xətakarın dönməsinə səbəb ola biləsən. O xətakarın tövbəsinə səbəb ola biləsən. Əsas budur. Olunan çox günahlardan Peyğəmbər sallallahu aleyhi ve sellem'in sahabələrindən də düşənlər var idi. Gəlin baxaq görək Rasulullah sallallahu aleyhi ve sellem o sahabələrdən meydana gələn günahları necə islah edirdi. Ki onun mislində ətrafımızdakı insanlardan kimsə günah eləyəndə o insanı dəvət edib, o insanı islah edə bilək. Rasulullah sallallahu aleyhi ve sellem'in sünnəsi ilə getməmiz lazımdır hər şeyimizdə. Dəvətimizdə də, elm tələb etməmizdə də, əməllərimizdə də, əxlaqımızda da, hər şeyimizdə Rasulullah sallallahu aleyhi ve sellem'in sünnəsi ilə getməmiz lazımdır, qardaşlar. Həmçinin elm tələbəsi gərək verdiyi vədə müxalif çıxmasın. Sən bir şeyi vəd verdinsə, mütləq onu gərək yerinə yetirəsən.
Bu çox çirkin sifətdir, qardaşlar. Nümunəvi bir dəvətçinin, nümunəvi bir elm tələbəsinin, elm adamının verdiyi sözə müxalifət, yəni ki, vədə, müxalif çıxsın, yerinə yetirməsin, səbəbsiz yerə. Çünki ola bilər ki, mən sənə deyim ki, biz sabah saat 10-da görüşürük filan yerdə. Ola bilsin ki, xəstələndim, ola bilsin bir qəza oldu, ola bilsin bir müsibət oldu, gələ bilmədim. Burada eyib deyil, bu eyib deyil, yəni hamının başında olan bir şeydir bu. Amma eyib odur ki, mən sənə verdiyim vədi yerinə yetirməyə önəm vermirəm. Mənim üçün bu önəmli deyil. Səbəb varsa başqa məsələdir, amma səbəbsiz yerə sən önəmsizləşdirirsənsə bu məsələni, problem buradadır. Həmçinin qardaşlar, elm tələbəsi, dəvətçi bir insan gərək yaltaq olmasın. Gərək yaltaq olmasın. Müəyyən dünya çör-çöpünə görə gedib varlıların çənəsinin altında sürünməsin. Elm tələbəsinin şəxsiyyəti olmalıdır. Elm tələbəsi elə bir mərd olmalıdır ki, haqqı hər kəsin üzünə deməyə cəsarəti və gücü olmalıdır. Bir vəzifəçinin dizinin altında gəzir, o biri gün bir varlının çənəsinin altında gəzir, o biri gün bir güclünün ayağının altında süpürgə olur, bundan elm tələbəsi olar, qardaşlar. Bundan dəvətçi olar. Qardaş, elm tələbəsindən, dəvətçidən və yaxud da dəvətçiyə, elm tələbəsindən heç zaman yaraşan sifət deyil ki, kiminsə qabağında əzilib büzülsün. Nəyə görə? Dünya çör-çöpünə görə. Varların qabağında əzilsin, büzülsün, təbəssüm etsin, yaltaqlana getsin, yanlarında fırlansın, sonra kasıblara gəldikdə, imanlı insanların yanına gəldikdə qaş-qabaq dursun, onlarla yobud danışsın. Bu hansı kişinin, hansı elm tələbəsi sifət ola bilər? Sənin dostun ola bilər varlı, sənin dostun ola bilər vəzifəli, sənin dostun ola bilər güclü. Eyib deyil ki, sən onunla yemək yeyəsən, eyib deyil onunla sənin ünsiyyətin, əlaqən olar. Eyib deyil bu. Eyib odur ki, sən yaltaqlanasan. Sən onun qabağında başqa cür davranasan, başqa kasıbın qabağında başqa cür davranasan. Halbuki, əsas məsələ Allah qatında dəyəri olan iman təqvadır. Sən insanlara üstünlük ver imanla təqvasına görə. Malına, puluna, vəzifəsinə görə deyil. İnne akramakum indallahi atqakum. Allah katında sizin en xeyirliniz, en kerametliniz, Allah'tan en çok korkanınızdır. Seni kasıb da çağıra bilər evinə, dəvət edə bilər, varlı da. Sünnədə daha əhradır, daha haqlıdır ki, sən o kasıbın yanına gedəsən. Çünki o varlının ona yaltaqlananlar, onun ətrafında olanlar çox olacaq. Amma kasıbın yanına gələnlər az. Sən bir elm tələbəsi kimi haqlının yanında yer tutamışsın. Allah bizi eşitib faydalardan etsin, qardaşlar. Bizi mərd bəndələrlə etsin. Bu dini imanla, ixlasla başqalarına çatdıranlardan etsin. Sallallahu aleyhi ve sellem və barik alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn.